hüquqi nöqteyi çərçivəsində bunların sammitləri var idi. Biz baxsaq 92-ci il Helsinki, 94 Budapeşt, 96 Lissabon, 99 İstanbul və 2010-da dediyimiz kimi Astana. 96-da Heydər Əliyev tərəfindən prinsip qoyulmuşdu və buna da Amerika Birləşmiş Ştatları və digər ölkələr razılaşmışdı ki, haradakı prioritet prinsip hesab edilirdi. Digər prinsiplərdən daha üstün ərazi bütövlüyü. O vaxt sual verilmişdi ki, siz öz ərazi bütövlüyünüzü sual altına qoymağa hazırsınızmı? Amerika Birləşmiş Ştatlarına, Rusiya Federasiyasına, həmin Fransaya və sual da cavabını tapdı ki, axırda qərarına Heydər Əliyev tərəfindən qoyulan prinsip Lissabonun bəyanatında və əsas sənədlərində qəbul edildi. Və bununla da Ermənistan razılaşdığı yeri gəlmişkən, başqa cürdə ola da bilməzdi. Bu birinci məsələ. Bəli. Onda ki, Ermənistan bu günə kimi deyir ki, o dediyimiz kimi silahlı münaqişələrdə iştirak etmir. Bu günə kimi onu deyir. İkinci məsələ, biz indi bu sammitləri sadaladıq. 2010-da axırıncı dəfə cənab İlham Əliyev, Azərbaycan Respublikası prezidenti iştirak elədi və orada da ərazi bütövlüyü prinsipi qeyd edilmişdir. Bu birinci məsələ. Ancaq 20-ci ildən 23-cü ilə qədər iki məsələ, hansı ki, bu günə kimində həllini tapıb, hansı ki, Minsk qrupu tapa bilərdi. Qismən də nəsə hesabatında qeyd edə bilərdi. Birinci, kütləvi məzarlıqlar məsələsini əks etdirə bilərdi. Öz hesabatlarında və hesabatların nəticəsində həmin sənədləri qaldıra bilərdi. Digər ATƏT-in qurumlarına, şuraya, Nazirlər Konfransına, digər təşkilatlara göndərə bilərdi ki, bu hesabatın mahiyyəti olsun və credibility deyilən bir terminologiya var. İmicini, təşkilatın imicini yuxarı qaldıra bilərdi ki, beynəlxalq hüquq normalarının pozulmasıdır. İnsanlığa qarşı cinayətlərdir, işgəncələrlə öldürülmüş insanlardır. Hansı ki, bu birbaşa Ermənistan Silahlı Qüvvələr tərəfindən BMT-nin sənədinə əsasən qətnəmələr törədilmişdir. İkinci məsələ hansı idi? Minalar. 1 milyondan çox olan minalardır, hansı ki, bu günə kimin nə Minsk qrupu, nə Birləşmiş Millətlər Təşkilatı, nə Avropa Şurası, nə Avropa İttifaqı yeri gəlmiş ki, bu günə kimin heç biri bəyanatında qeyd etməyib ki, bu minaların salınmasında, iştirakında, prosesində kimlər iştirak edib? Bəs biz ATƏT təhlükəsizliyi təmin etməlidir. Ərazilərin təhlükəsizliyi və Minsk qrupu da bu təhlükəsizliyin təmin edilməsi məqsədlər daşıyırdı. Və həmin Qarabağa da Ermənistan sərhədi tərəfindən ziyarət edən və missiyalara iştirak edənlərdir. Bəs bu minalar hansı ki, təməz xəttində vardı? Mən hələm demirəm ki, Ağdamın, Füzulinin, bəs təməz xəttində vardı. Hansı ki, Azərbaycan Silahlı Qüvvələr keçəndə gördü, bunu hiss elədi, biz bunu qurbanlarımız olacaq, biz bu qurbanların ərazi bütövlüyü təmin etdik. Məsələ bundan ibarət ki, bu günlərdə nə beynəlxalq hüquq normalarında, nə beynəlxalq münasibətlərdə, siyasətdə Minsk qrupu, onların iştirakçıları, hətta o dövlətdən iştirakçıları öz əksində gördüyü işlərini bugün özlərini tapmadı. Problem də bundan ibarətdir. 20-dən 23-ə qədər də istifadə edə belə credibility-ni, imicini qaldıra bilərdi, ancaq onu da eləmədi. Ona görə də biz bugün danışanda, biz bugün Azərbaycan baxmır dünənə. Azərbaycan baxır bugün 2040-a, 2050-yə, 2040-da 50-də Azərbaycan nəyə nail olacaq? Biz minalardan təmiz edəcəyik, biz təhlükəsiz zona yaradacaq, biz yeni innovativ kəndləri, şəhərləri yaradacaq Qarabağda. Qarabağ beynəlxalq haba keçiriləcək və Minsk qrupu da təəssüf olsun ki, 33 il ərzində gördüyü fəaliyyətə əsasən heç bir tarixdə yaddaşda qalmayacaq. Yalnız başlanma tarixi, sammitlər və bitmə tarixi.